Herkese salam. Kanalıma ve yeni videoma hər biriniz xoş gəlib səfalar gətirmisiniz. Bugün istədim sizinlə həm ev işləri, həm də biraz həyat işlərindən görüm. Eyni zamanda da video çəkim. Bilirəm ki, kənd həyatı, kənddə görülən işlər bir çoxunuza maraqlıdır. Ona görə də işləri görmüşkən dedim elə sizin üçün də video hazırlayım. Səhər durdum, evləri yığışdırdım. Uşaqları rahatladım. Düzdür, bütün işləri çəkmədim, ancaq bunlardan da kiçik kadrlar çəkib videoya yerləşdirdim. Sonra da düşdüm həyat işlərinin dalınca. Hamının bildiyi kimi kənddə olan həyat işləri həm yorucu, həm də çətindir. Amma kəndin havasına, gözəlliyinə çatan bir şey yoxdur. Ona görə də mən heç vaxt şəhər abu-havasında olan insan olmamışam. Yəni şəhərdə yaşamaq kimi bir arzum olmayıb. Mənimki elə kənddir. Kəndi sevirəm, kənd işləri də mənə o qədər də çətin gəlmir əslində. Düşünürəm ki, ən azından düşüb gəzməyə geniş həyətim var. Nəfəs almaq üçün təmiz havam var. Bir yandan da mən özüm də kənd qızıyam. Yəni kənddə böyümüşəm. Ona görə də bu işlər hamısı sonradan gördüyüm işlər deyil. Yəni elə uşaqlıqdan bunların içərisində böyümüşəm. Bəzi xanımlarımız yorumlara yazırlar ki, işə gedəndə də video çəkim, amma xanımlar, bu çox da mümkün olan bir şey deyil. Ona görə ki, mən səhər tezdən dururam, uşaqlarla qaça-qaçla işə hazırlaşıram. Yəni, belə üstə bir vaxtım olmur ki, video çəkərək rahat-rahat hazırlaşım. Elə bir tərəfdən uşaqları rahatlayıram, bir tərəfdən yeməyimi yeyirəm, bir tərəfdən əynimi geyinirəm. Ona görə heç cür video çəkməyə çatdıra bilmirəm. Sonra da evdən çıxıram. Qalanı yollardır. Məktəbə çatandan sonra da təbii ki, yenə də video çəkə bilmirəm, çünki dərsdəyəm. Dərsdə mən özüm telefonu götürüb, telefonla oynasam, video çəksəm, təbii ki, uşaqlara telefonu yığışdır, sakit dur falan bu sözləri deyə bilmərəm. Yəni, haqqım olmaz doğal olaraq. Ona görə də məktəbdə video çəkmək çox da mümkün olmur. Sadəcə, hər hansı bir tədbir olarsa, belə bir şeydən video çəkə bilərəm, ancaq dərs müddətində təbii ki, xeyr. Kənd həyatından isə gördüyüm şeyləri çox həvəslə sizə çəkib göstərə bilərəm. Düzdür, bizdə inək, qoyun, belə şeylər yoxdur həyətimizdə. Ona görə də belə şeyləri göstərə bilmirəm. Amma gündəlik belə həyatda gördüyüm işləri sizin üçün çəkib paylaşa bilərəm. Əgər sevənlər, bəyənənlər varsa, kanalıma abunə olub mənə dəstək olduğunuzu göstərə bilərsiniz. Bu zaman təbii ki, mənim də motivasiyam artar və daha çox videolar çəkməyə, sizinlə paylaşmağa çalışaram. Məncə bura qədər çox danışdım. Ümumiyyətlə düşünürəm ki, videolarımda son vaxtlar çox danışıram. Ona görə də bundan sonrası sizin üçün ASMR tadında bir video olsun. Hər birinizə xoş izləmələr.
Buraların hamısını belə daşıyıb yandırmaq lazımdır əslində. Adama az gəlir, belə tam olaraq videoda düşmür. Amma buranın üstündə nə qədər çubuq var. Bunların hamısı seçilməlidir. Aparılıb orada yandırılmalıdır, daşınmalıdır. Ora. Göstərə bilmirəm. Ora. Bayaq ki yerə. Hamısı. Və təmizlənməlidir. Sonra da buraların yarpağı təmizlənəcək. Videomu bura qədər izləyən hər kəsə çox təşəkkür edirəm. Əgər bəyəndinizsə bəyəni atmağı və kanala abunə olmağı unutmayın. Hələlik.